çox sevirdim, amma məni tərk elədi. Gəlin bunun səbəbinə bir də psixoloji cəhətdən baxaq. Əslində çox sevən həmişə tərk olunar ifadəsi həqiqətən doğrudur. Çünki bir insanı çox sevəndə artıq qarşı tərəfə çoxlu fədakarlıqlar eləməyə başlayırsan, özündən, öz parçandan bir şeyləri fəda eləməyə başlayırsan. Həmin insan sırf qarşı tərəfi itirməmək üçün, məmnun eləmək üçün öz sərhədlərini yox eləməyə başlayır və bir müddət sonra qarşı tərəfin idarə elədiyi insana dönüşür. Təbii olaraq bir müddət sonra qarşı tərəfdən də bunu gözləyir, amma qarşı tərəf düşünür ki, mən nə etsəm də onsuz da həmişə məndəndir. Və bir yerdən sonra insan anlayır ki, mən əslində həmişə verici tərəf olmuşam və özümdən o qədər parçalar vermişəm ki, artıq özümü itirmişəm. Bu nüansda da qarşı tərəf görür ki, həmin insan artıq dəyişməyə başlayıb, sevdiyi insan deyil, çox fədakar və çox verici bir tərəf olub, həmin insana tərk eləyir. Buna görə də birini sevirsinizsə, özünüzü unutmayacaq qədər sevin. Biz həmişə deyirik ki, balansı qorumağa çalışın. Çünki birini sevmək, özünü fəda etmək demək deyil.